Balıq tutmaq istəyən kişi dənizdə boğulub. Hadisə Neftçalanın Mayak kəndində baş verib. 64 yaşlı Neftçala şəhər sakini Habil Məmmədov Xəzər dənizinin sahil sularında balıq ovlamaq istəyib. Havanın əlverişsiz olması səbəbindən suya yıxılıb. Qardaşının sözlərinə görə Habil Məmmədov bir ildən çoxdur ki, balıq ovunu dayandırıbmış. Ötən gün dənizə girməyi isə həyatının sonu olub. Evdəydik, zəng gəldi ki, bizə ki, qardaşım boğulub dənizdə. Biz də gəldik. Gəlir maskenin içində burada, meydi maskesi. Sonra öz maskenin içində qoyurlar meydi. Gətiriblər bura, skorda aparılır şeyə, xəstəxanaya. Məlumata görə küləkli hava səbəbindən onun digər yoldaşları dənizə girməyib. Habil Məmmədov isə suda olanda dalğa onu yıxıb. O, boğularaq həyatını itirib. Əlbəttə təhlükəli yerdir. Dayazdır, orada insan boğulmağı təsadüf olar. Ləpə olub, ləpə vurub, kamizon dolub suyla. Ayağı ilişib, boğulub da. Kim çıxardı bunu? Orada yoldaş olub, ondan o girməyib suya. Ləpəyə görə qorxub girməyib. Bu girib. Faktla bağlı araşdırma aparılır. Elşən Feyzullayev, Nigar Mahmudova, Xəzər xəbər.